Bismillah, may ayında bu bürçlər varlanacaq. May ayı maliyyə baxımından hamı üçün eyni keçməyəcək. Amma bəzi bürçlər var ki, pul enerjisi sözün əsl mənasında açılır. Astroloji baxımdan ən güclü maliyyə axını aşağıdakı bürçlərdə görünür. Boğa, may ayı boğaların ayıdır və bu da pul baxımından maksimum güc deməkdir. Yeni gəlir mənbəyi, maaş artımı və ya gözlənilməz qazanc ehtimalı yüksəkdir. Öz zəhmətinin bəhrəsini yığmağa başlayırlar. Oğlaq, uzun müddətdir çəkdikləri əziyyət nəhayət ki, nəticə verir. Karyera yüksəlişi və stabil gəlir artımı gözlənilir. Böyük pul birdən yox, amma davamlı gələcək. O əqrəb. Əqrəblər üçün sürpriz pullar ayıdır. Borc yeri qayıda bilər. Miras, bonus və ya əlavə qazanc ehtimalı yüksəkdir. Risk etsələr qazana bilərlər, amma ağılla. Şirlər may ayında diqqət mərkəzində olur və bu pul qazanmağa da təsir edir. Yeni layihələr, əməkdaşlıqlar və kreativ işlərdən ciddi gəlir əldə edə bilərlər. Qız bürçləri üçün maliyyə intizamı bəhrəsini verir. Düzgün planlama sayəsində qəfil yığım və pul artımı mümkündür. Xırda amma çox qazanacaqlar. Qısa yekun. Ən çox varlanacaq bürçlər boğa, oğlaq. Sürpriz pullar əqrəb üçün. Yeni imkanlardan qazanc şir. Ağıllı yığımla zənginləşən qız.